Həvarilərin işləri 9-cu fəsil. İsa Şaulla danışır. Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş şahinin yanına gedib ondan Dəməşq sinagoglarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. Dəməşqə yollanıb ora yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı və bir səs eşitdi. Səs ona deyirdi, Şaul, Şaul, niyə məni təqib eləyirsən? Şaul ona dedi, ey ağam, sən kimsən? O cavab verdi, mən sənin təqib elədiyin İsayam. Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa sənə deyiləcək. Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdılar. Səsi eşitsələr də heç kimi görə bilmədilər. Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmədi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 3 gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi. Dəməşqdə İsa'nın şagirdlərindən Xananiya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə Xananiya deyə çağırdı. O cavab verdi, bəli, ya Rəbb. Rəbb ona dedi, qalx düz küçə adlanan küçəyə get və Yahudan evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua eləyir. O, görüntüdə görüb ki, yanına Xananiya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın. Xananiya cavab verdi, ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə sənin müqəddəslərinə nə qədər pislik eləyib. Burada sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı şahinlərdən səlahiyyət alıb. Amma Rəbb ona dedi, get, başqa millətlərə, padşahlara və İsrail övladlarına öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm. Bundan sonra Xananiya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi, qardaşım Şaul, Rəbb, yəni bura gələrkən, yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və müqəddəs ruhla dolasan. O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. Sonra yemək yeyib taqətə gəldi. Şaul Dəməşqdə və Yerusəlimdə. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. Dərhal sinagoglarda İsa'nın Allahın oğlu olduğunu vəz eləməyə başladı. Onu eşidənlərin hamısı mat qalıb deyirdi, Yerusəlimdə bu adı çəkənləri məhv eləyən adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi? Şaulsa gündən-günə qüvvətlənirdi. İsa'nın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan yəhudiləri çaş-baş saldı. Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladılar. Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdular. Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər. Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o İsa'nın şagirdidir. Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb ondan necə danışıb, o Dəməşqdə İsa'nın adını necə cəsarətlə bəyan eləyib. Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan eləyirdi. O, Yunanca danışan yəhudilərlə söhbət eləyərək mübahisə eləyirdi. Onlarsa Şaulu öldürmək istəyirdilər. İmanlı bacı qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər. Beləcə, bütün Yahudiya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf eləyən və Rəbb qorxusu içində yaşayan cəmiyyət müqəddəs ruhun ürəkləndirməsi ilə sayca artırdı. Eneya və Tabitanın sağaldılması. Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və 8 il idi ki, yataqda idi. Peter ona dedi, Eneya,
İsa Məsih səni sağaldır. Qalx yatağını yığışdır. Eneya dərhal ayağa qalxdı. Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü. Yafoda İsa'nın şagirdləri arasında Tabita adlı bir qadın var idi. Tabita ceyran deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək eləyirdi. Bu vaxtlarda o xəstələnib öldü. Onun meydini yuyub yuxarı mərtəbədəki otağa qoydular. Lod Yafoya yaxın idi. Ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş elədilər. Vaxt itirmədən yanınıza gəl. Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərdilər. Peter isə onların hamısını bayıra çıxartdı. Sonra diz çöküb dua elədi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: Tabita, qalx. Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.